Nə gətirmisiniz? 1914-cü ilin 20 dollarlıq əskinazıdır. Lap yaxşı. Sizcə dəyəri nədir? Elə 20 dollar. Yox əşi. Babam keçən il dünyasını dəyişdi. Onun əşyalarını yerbəyer eləyəndə bu Bibliyanın içindən çıxmışdı. Onun dəyərini ümumiyyətlə bilmirəm, amma heç bir halda 300 dollardan ucuz satan deyiləm. Niyə satırsınız ki bunu? İstəmirəm puça getsin. İstəyirəm layiqli bir kolleksiyaçının layiqli kolleksiyasında yer alsın. Üstəlik əlavə qazanca kim yox deyər ki? Sizcə əsildir? Hə, əsl əskinazdır. Baxanda görünür ki, taxta lifindən əldə olunmuş kağıza yox, parça əsaslı kağıza çap olunub. Köhnə əskinazlara diqqətlə baxanda qırmızı, mavi nazik ləkələr gözə sataşır. Başqa rənglərdə olur. Görmüşəm. O heç də mürəkkəb ləkəsi deyil. O əslində parçanın nazik lifləridir. Görək. Kağızın arasına qoyurdular. Saxtalaşdırmaya qarşı manevridir. Bir vaxtlar 100 dollarla hansısa dükana girəndə kassir bir xüsusi qələm çıxarırdı. Onunla balaca bir xətt çəkirdi. Saxta idisə həmin qələmdəki amonyak reaksiya verib qara rəngdə çıxırdı. Amma həqiqi köhnə ABŞ dolları idisə sarı rəngdə çıxırdı. Çünki həmin qələmdəki amonyak pambıq lifləri ilə reaksiyaya girmirdi. O vaxt maraqlı şəkillər qoyurdular arxa dizayna. Buradakı gəmini görürsüz? O vaxtın ən qabaqcıl texnologiyalarından sayılırdı. Sanki indiki dollara F-22-nin şəklini qoyublar və ya müasir aviadaşıyıcını. 1929-cu ilə qədər buraxılan dollarların ölçüsü daha böyük olurdu. Prinsip o idi ki, əskinaz və onun üzərindəki şəkillər nə qədər böyük olarsa, onları saxtalaşdırmaq bir o qədər çətin olsun. Bu sizi maraqlandırır? Problem ondadır ki, vəziyyəti bərbaddır. Təəssüflər olsun ki, babanızın Bibliyasına düşənə qədər çox ciblər əllər dolanıb. Bəli, çox köhnədir. Hər halda 1914-cü ildən qalıb. Yəqin ki, əvvəllər bundan istifadə olunub. Məncə yenə də həmin il üçün çox yaxşı vəziyyətdə qalıb. Burada ulduz da var. O nə deməkdir ki? Dəqiq bilmirəm, amma məncə dəyərini çox qaldıra bilər. Tək elə olsun. Mən əskinazlar haqqında az məlumatlı deyiləm, amma söhbət nadir ulduzlu dollardan gedirsə, mütləq ekspert çağırmalıyam. Bir tanışım var, belə şeylər üzrə ekspertdir. Çağırım gəlsin, görək nə deyir. Mən çox həyəcanlıyam və biraz da narahatam. Görəsən Rikin eksperti gəlib nə deyəcək? Bu Melisa xanımdır. Mən 15 ilə yaxındır ABŞ əskinazları yığıram. Belə deyək ki, onların xəstəsiyəm. Onları çox sevirəm. Onlara bir incəsənət əsəri kimi baxıram. Bu necədir? Bu orijinaldır, amma çox dövriyyədə olub. Arxa və ön hissəsində ləkələr də var, amma ciddi problem görmürəm. Cırıq və ya qatlanma izləri yoxdur. Ulduzlu əskinaz olmağı da onu arzu olunan eləyir. Pulların buraxıldığı çap evində buna əvəzləmə əskinaz deyirlər. Yəni öncədən ehtiyat olaraq çap olunmuş dollar əskinazlarıdır. Xətalı və ya bırak dollarlara əvəzləmək məqsədi daşıyır. Ona görə nadir sayılırlar ki, bunların sayı çox az olur. Yəni çap evi əskinazın zibilini çıxaranda dövriyyə əvəzinə beləsini buraxır. Düzdür. Bunun dəyəri nədir? Bir halda ki ulduzludur və nadirdir. Hardasa 1000 dollar. Oldu qardaşım, çox sağ ol. Çox təşəkkür edirəm. Şad oldum. Mən də. Məncə Rik öz ekspertinin dediyinə də təəccübləndi. Əslində o elə nadir əskinazmış. Bunun üçün nə qədər istəyirsiniz? 1000 dollar elə pis olmazdı. 550 verə bilərəm. 550? Dəyərini öldürürsünüz axı. 900 necə? Bəs 900? Xanım, mən bu boyda dükan işlədirəm. Çörəyim də bundan çıxır. Belə şeylərin sabit qiyməti olmur. Qalxır, düşür. Səhm bazarından 5 betərdir. 850. 800 son təklifimdir. Yaxşı, xeyirli olsun, danışdıq. Danışdıq. Çox sağ olun. Gedək rəsmiləşdirək. İnana bilmirəm ki, bu əskinaza görə 800 ala bildim. Onun bu qədər dəyərli olacağını bilməzdim. Çox sevinirəm.